günlər Sumqayıt şəhərində küçə ticarətinə qarşı keçirilən reyd zamanı lentə alınmış görüntülər geniş ictimai rezonans doğurub. Sosial şəbəkələrdə yayılan videolarda Sumqayıt şəhər İcra Hakimiyyətinin istehsal və xidmət sahələri sektorunda baş məsləhətçi vəzifəsində çalışan Samir Bədalovun sahibkara qarşı sərgilədiyi davranış ciddi tənqid hədəfinə çevrilib. Görüntülərdə məmurun sahibkarla kobud şəkildə rəftar etdiyi, satılan malları müsadirə etməyə cəhd göstərdiyi əks olunub. Vətəndaşlar bildirirlər ki, bu cür davranış nə etik çərçivəyə, nə də qanunvericiliyin tələblərinə uyğundur. Xüsusilə də malların müvafiq hüquqi prosedur olmadan götürülmək istənməsi qanunsuz kimi qiymətləndirilir. Bölgə TV xəbər verir ki, hadisənin 18-ci mikrorayon ərazisində baş verməsinə baxmayaraq, həmin ərazi üzrə deputat Mehriban Vəliyevanın məsələyə münasibət bildirməməsi də suallar doğurur. İctimaiyyətin diqqət mərkəzində olan insidentlə bağlı deputatdan indiyədək hər hansı açıqlama verilməyib. Sanki hadisə ya baş verməyib, ya da deputatın bundan ümumiyyətlə xəbəri yoxdur. Məsələ ilə bağlı deputatın köməkçisinə ünvanlanan sorğular da cavabsız qalıb. Nə rəsmi mövqe açıqlanıb, nə də ictimai narahatlığa aydınlıq gətirilib. Bu susqunluq isə narazılığı daha da artırır. Qeyd edək ki, bu barədə Sumqayıt 24 səhifəsi paylaşım edib. Rəna Rövşən qızı, Bölgə TV.